Dünən Azəriqaz işləkləri haqqında bir neçə kəlmə danışdım və izləyənlərdən də xahiş etdim ki, Azərbaycanlılara od qiymətinə satılan bu milli sərvətin başında duran adamlarla bağlı bildiklərini bizimlə də bölüşsünlər. Və gəldi daha bir informasiya axını. Əslində elə dünən danışdıqlarımın davamı və təsdiqi kimi gəldi. Amma biraz daha təfərrüat dərinliyinə vardıqca görürsən, anlayırsan, niyə bu qaz biçarə Azərbaycanlıların cibini daha çox yandırır. Əlbəttə, Əliyev sülaləsi daha çox qazanmaq istəyir, bu birinci şərtdir. Ona qədər də onun qulbeçələri bütün fırıldaqlardan və yaramazlıqlardan istifadə edirlər ki, üstündə oturduqları sərvətin nə qədər istisi varsa öz canlarına çəksinlər, tüstüsünü, külünü də sırısınlar bədbəxt Azərbaycanlılara. Niyə qaz xərcləri bu qədər baha başı gəlir sualının bir cavabı hakim ailənin intihasız tamahıdırsa, o biri cavabı da bu sülalənin idarə etməyə yeritdiyi kaftar sürüsünün idarə olunan tamah dərəcələrinə bağlıdır. Azəriqazın əvvəlki rəisi Ruslan Əliyev işdən çıxanda ötən il onun yerinə gələn Azər Məmmədova tövsiyə ediblər ki, Cahid Hüseynovla koordinasiyalı işləsin. Bunu dünən də dedim. Dünən onu da dedim ki, bu Azəriqazda dördlük sistem var. Nail Abdullayev, Cahid Hüseynov, Namiq Məmmədov və başda da yeni rəis Azər Məmmədov. Cahid Hüseynov rəis müavinin Nail Abdullayevin konsultantı və kombinatorudur. Namiq Məmmədov da Cahidin əlavəsi kimi fəaliyyət göstərir. Hələ Ruslan Əliyevin zamanında onlar Cahid Hüseynovla birlikdə böyük bir panik şitillik düzəldiblər Salyan tərəfdə. Ailə təsərrüfatı yaradıblar və təbii ki, bu istixananın qazı dövlət hesabına da deməyim, sonradan yerli abunəçilərin boyuna yükləmək şərti ilə sol xətlərdən axır. Ölkədə belə istixanaların sayı hesabı yoxdur. Onların əksəriyyətinin israf etdiyi qazın ya hamısı ya da əhəmiyyətli hissəsi sadə abunəçilərin ciyərindən çıxarılır. Qaz kimi yox, pul kimi çıxarılır. Ailə təsərrüfatı demişkən, Namiq Məmmədovun da özünün ayrıca Azəriqaz ailə təsərrüfatı var. Bir oğlu Kamil Məmmədov Sokarda baş mühəndisdir. Oğlunun həyat yoldaşı və digər oğlu Xaliq Məmmədov da Azəriqazda işləyirlər. Kamil Məmmədov, yəni Namiq Məmmədovun bir oğlu, həm də Azəriqazda böyük sayğacların kurasiyasını həyata keçirir. Bu sayğaclar böyük sənaye və istehsal obyektlərində quraşdırılır və onlarla işləmək çim yağ içində bıçaq kimi hərlənmək deməkdir. Yəni sayğacların geri çəkilməsi əməliyyatları bəzən Babat və böyük bir kəndin qaz məsrəfi qədər fayda yaradır. Bu pulu isə Azəriqaz dördlüyü öz aralarında paypuş edirlər. Rang dərəcələri üzrə uyğun proporsiyada bölmək şərti ilə. Məsələn, bir faktı deyim, ötən il Lənkəran Cəllabad zonasında iri sayğaclarla bağlı əməliyyat qazanclarına görə regiondakı qaz abunəçilərinin boynuna ən azı 7 milyon manat yükləyiblər. Yazıq əhali də xırda-xırda, xəlvət-xəlvət gileylənir özü üçün, azacıq tərpəşəndən sonra başını aşağı salıb gedir, qazın kövrək alovlarını seyr etməyə. Təbii ki, bütün iri buynuzlu dövlət məmurlarında olduğu kimi Namiq Məmmədovun da oğlanları hərbi xidmətdə olmayıblar. Bu, onların işi deyil. Vətəni qorumaq kimlərinsə başqalarının, vətəni soymaq da bir başqalarının alın yazısıdır. Azəriqazda çox böyük bir korpusu da müqaviləli işçilər təşkil edir. Bunlar da bilirsiniz də İlham Əliyevin işsizliyin ləğv edilməsi siyasəti üzrə müxtəlif idarə və təşkilatlara süni olaraq qeyri-funksional şəkildə yerləşdirilmiş adamlardır. Bu, əsl cənnət situasiyasıdır. Aşağılarda, yəni Azəriqaz və bu qəbildən qaz səviyyələrində müqaviləli işçilərə arıq eşəyin yaylaq elementləri kimi baxırlar. Onların maaş kartlarını alıb atırlar seyflərinə, özlərinə ara bir qəpikdən quruşdan verib otlayırlar. Amma axı bütün bu süni iş korpusunun maaşı da qazın satış dəyərinə oturur. Onların sayı lazım olduğundan da bir neçə dəfə artıq götürülür. Çünki prezident tapşırıb və prezident tapşırıbsa gərək buradan daha samballı rəqəmlər qazansınlar. Bir faktı da əlavə edim. Namiq Məmmədov 2020-ci ildə 8 mart tarixində öz ad günündə
avtomobil qəzası törədəndə vurub şilküt etdiyi ağası Əliyev adlı rayon sakinini birtəhər kiritmək və polisin də sənədlərini ört-basdır etmək üçün bekara tərləmişdi. Belə hadisələr baş verəndə həmin regionlarda qazın səviyyəsində oynamalar baş verir. Buna görə də nəzərə alın ki, əgər yaşadığınız ərazidə qaz verilişi və ya sayğacların durumu ilə bağlı konfliktlər yaranıbsa, demək Azəriqaz mənşəli hansısa əlavə xərclənmələrə və maxinasiyalar baş verməkdədir. İndi Namiq Məmmədovu bu dördlük Ağsu Regional Qaz İdarəsinə yenidən göndərmək planının işləyirlər. Namiq Məmmədov bütün zəruri xərcləri ödəyib qutarıb, oğlunun adına olan mənzillərdən birini sataraq 100.000 manat ilkin ödənişdə edib, yerdə qalanını da daha yaxınlarda ödəyib qutaracaq, təyinatını götürəcək, gedəcək oppalara. Amma onun funksiyası dəyişməyəcək. Regional idarələrin rəisləri ilə daha yaxın olacaq. Onların elə bu vaxta qədər də aylıq haqlarının toplanıb rəhbərliyin hüzuruna təqdim edilməsinə necə baxırdısa, eləcə də baxacaq və daha yaxından təqib edə biləcək situasiyanı. Plan budur. Siz də deyirsiniz ki, niyə bizim mətbəximizə qaz gəlmir və ya havalı gəlir və ya ölmədiril gəlir, amma sayğac da vurub partladır. Partlatmasın, neynəsin? Bu ölkədə qızdırılması vacib olan başqa mətbəxlər var. Vətəndaşlar isə yoxdur bu siyahıda, çünki vətəndaşlıq yoxdur. Vətəndaşlıq vəziyyəti it günündədir.